iştirakçıları, əziz qonaqlar, əziz dostlar. Bildiyiniz kimi bu il Azərbaycanın görkəmli alimi, Dövlət Mükafatı laureatı, ictimai-siyasi xadim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd olunur. Bu yubiley bir çox müəssisə və təşkilatlarda çox təntənəli surətdə qeyd olunur. Elə bu il dekabrın 4-də Milli İllər Akademiyasında Yusif müəllimə həsr olunmuş Yusif Məmmədəliyev Elm, İrs, İnnovasiyalar adlı çox təntənəli surətdə beynəlxalq konferans təşkil olunmuşdur və keçirilmişdir. Konferansdan sonra qonaqlar, xarici qonaqlar, qohumlar, konferans iştirakçıları Yusif müəllimin doğulduğu, boya başa çatdığı Ordubad şəhərini ziyarət etmiş. Onun abidəsini bərpadan sonra açılışı orada baş tutmuş və ev muzeyini ziyarət etmişdir. Bugün isə böyük alimin yubileyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında qeyd olunur. Bizim tədbirdə Yusif müəllimin qızı Rəna xanım Məmmədəliyeva, onun deməli qardaşı qızı Leyla xanım Məmmədəliyeva, qardaşı nəvələri və hamımızın sevgilisi Turan xanım Məmmədəliyeva iştirak edirlər. Biz sizə hamımızı salamlayırıq və dəvətimizi qəbul edib gəldiyinizə görə sizə təşəkkürümüzü bildiririk. Xüsusi qonaqlarım da bugün var. Azərbaycan Respublikasının Qadınlar Cəmiyyətinin sədri Bahar xanım Qasımova, Cərçi jurnalının həm təsisçisi, baş redaktoru Gülnara xanım Əmruliyeva. Sizi də salamlayıram və təşəkkür edirəm ki, dəvətimi qəbul edib gəlmişsiniz. İndi isə söz verilir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSR və Azərbaycanın xalq artisti professor Fərhad Məmmədəliyev edilir. Çox sağ olun. Burada məncə ancaq xanımlar yığışıb, ona görə əziz xanımlar, bilirsiniz, sual ola bilər ki, niyə alim, kimyacı Üzeyir bəyin ocağında müzakirə olunur? Bilirsiniz, Yusif Məmmədəliyev belə şəxsiyyətdir ki, bizim tariximizdə bir neçə belə şəxsiyyət var. Siyasətdə əlbəttə Ömərlər, musiqidə Üzeyir bəy və elmdə əlbəttə Yusif Məmmədəliyev. Onlar, əgər biz Yunan əfsanələri yada salaraq, onlar olimpiyada oturanlar, indi də ruhları şad olsun və belə insanlar haqqında məktəbdə birinci sinifdən başlayaraq belə şəxsiyyətləri uşaqlar tanımalıdırlar. Boş-boş show biznesin ulduzları yox, belə insanların. Çünki bu fəlakətdir. Mən baxıram, gündə hansı təbliğat gedir, uşaqlar nəyi müzakirə edirlər, telekanallarda və dəhşətə gəlirlər. Çünki bizim o qədər böyük sərvətimiz var. Sərvət var belə insanlar. Siz bilirsiniz ki, Cənab Prezident xüsusi bir sərəncam imzalayıb və Orduxayev ki, mən orada gedə bilmədim. Mən orada olmuşam, Sevda xanımın, Sevda xanımın bir yerdə. Amma təbirdən sonra olmamışam, çox istərdim. Biz orada yenilə başlayacaq. Vaxtilə mən çox narazı idim. Haqları götürürlər universitetlərdə. Üzeyir bəyin adını bir xanım var idi, çox çalışırdı ki, heç bir ad qalmasın tarixdə. Nə Üzeyir bəy, nə Məmmədəliyev, heç kim yoxdur. Azərbaycanda heç bir şəxsiyyətlər yoxdur. Və orada heykəl var idi, gül kimi heykəl. Onu götürdülər. Oğlum, heykəli niyə götürürsünüz? Yaxşı adı götürmüşsünüz. Heykəli götürmək olar. Axı bu Yusif Məmmədəliyev İsa'ya mən heç vaxt olmaq istəmirdim. Heç vaxt. Onda əlbəttə çox təsirli idi, bizim üçün çox, mən üçün müttəqqir idi. Və çox yaxşı ki, Cənab Prezident bu sərəncamla bütün o problemləri həll elədi. Buna dərin minnətdarlığımı bildirmək istərdim. Çünki o həmişə Yusif Məmmədəliyev haqqında
100 illiyi də biz qeyd elədik. Ən yüksək səviyyədə. Mənim yanımdadır. Orada Yusif Məmmədəliyev, orada Yusif Məmmədəliyev çıxış elədi. Ailə adından çox gözəl çıxış elədi. İndi Yusif prezident aparatında birinci prezidentin köməkçisidir, böyük karyeranın varisidir. Varisi yox, yəni bunun sahibidir, düzdür. Və mən əlbəttə Yusuf müəllimi tanımırdım, amma anam və bacım tanıyırdılar, özü də çox maraqlı bir situasiyanı sizə deyim. Bacım girdi universitetə, onda Yusuf Məmmədəliyev rektor idi. Girdi və geofaqa düşdü. Geofaq, yəni geologiya fakültəsi. Və qəbula gəliblər hansısa bir işlə, arayış lazımdır. Və Yusuf Məmmədəliyev belə yaxşı, belə əllədən qızı, sənin nə üçün var geologiyada? Hüquqşünaslıq ol. Hüquqşünaslığa girmək mümkün deyildi. Heç kim onu xahiş eləmədi, heç kim rektor kimi keçirdi bacımı hüquqşünaslığa. İndi əlbəttə rektorun heç səlahəti yoxdur. Mən onu indi deyəcəm. İndi hər şey bizim Mələk Hanım həll edir. Amma yenə deyirəm, belə insanlıq, əlbəttə o bilirdi hansı ailənin uşağıdır. Amma hüquqşünaslıq ora girmək mümkün deyildi. Siz bilirsiniz, o çox çətin məsələ. Və əlbəttə, vaxtilə Molotov deyən bizim silahımız faktiki olaraq bizdən oğrayırlar. Necə musiqi oğrayırlar, belə də elmdə belə mühüm elmi nəzərət əgər desək, bu çox böyük bir tapıntıdır, böyük bir hadisədir. Amma götürdülər Molotov heç daxlı yoxdur. Molotov nə alimdir, nə heç kim. Yenə deyirəm, bizdə var Lütfizadə, Yusif Məmmədəliyev, belə alimləri bilmək lazımdır, təbliğ eləmək lazımdır. Uşaqlar getsinlər, riyazətlə məşğul olsunlar. Fizika ilə, kimya ilə, nə qədər oxumaq lazım. Mən özüm musiqiçi, musiqidən bezmişim. Hər kəs oxumaq istəyir. Hər kəs mahnı ilə məşğul olur. Prokuror da mahnı ilə məşğul olur, hamısı. Dərdim el qalıb bir yanda, hamı musiqi ilə məşğul olur. Mən başa düşürəm, çox istedadlı xalqdır, amma hər şey təhlil var, hər şey dərəcəsi var, düzdür. Mən çox şadım ki, biz bu böyük insanı burada qeyd edirik, onu xatırlayırıq. Əlbəttə, Rəna xanım öz təəssüratları deyir ki, Rəna xanım ən kiçik qızdır, ən sevimli qızdır. Əlbəttə, kiçiyi daha çox sevərlər. Ona görə inciməsin Sevda xanım. Sevda xanım indi deyəsən neft məktəbini. Sərdə, oradaydı. Yaxşı ki, hər yerdə, mən istərdim məktəblərdə də olsun, bilirsiniz. Hər şey məktəbdən başlayır. Bu çox vacib, məktəbdən hər. Mən, Rəna xanım, bu, əlbəttə, belə böyük insanın qızı olmaq, ya oğlu olmaq çox böyük bir məsuliyyət. Böyük bir məsuliyyətdir və mən çox şadım ki, sizin ailə o ənənələri davam edir. Sevda xanım akademikdir, özü də ən yüksək səviyyəli bizim ekologiya ilə məşğul olan alimdir. Və mən çox şadım ki, akademiyada, əlbəttə o akademiya indi çətin günləri yaşayır. Açıq deyək, belə alimləri, belə insanları indi mən afsuslar olsun, açıq deyib görmürəm. Kim bilir, bizdən sonra gələn nəsil
Cenab-ı Yeni katibi burada etmiş. Bağışlayın. Her şey haklısınız. Böyle insanlara bakanda açık demek lazım. İnci miydi? Bizim Bakı Müzik Akademiyada bu konservatuarda ne Karayev var, ne Fikret Amirov var. Onu ben təsdiq edirəm, boynuma alıram. O acı bir həqiqət. Bilirsiniz, bəlkə Azərbaycanda o xüsusi bir vaxt idi. Hansısa bir bütün ulduzlar evdə, teatrda, baxın teatrda nə şəxsiyyətlər işləyir. Mehdi Məhəmməd, Tofiq Kəsim, Adil İskəndər, bilirsiniz, kinoda, hansı kinonu çəkirlər, rəssamlıq, memarlıq, Mikail Hüseynov, əlbəttə, bilirsiniz, olur da, indi Almanya'da mən həmişə deyirəm, indi Almanya'da nə Bach var, nə Brahms var, nə Beethoven. Mercedes var, hər şey var, BMW var, nə bileyim, texniki cəhətdə çox inkişaf edən, yaxşı yaşanırkən, amma o şəxsiyyətlər, Schiller var, Kant var, Hegel var, yoxdur. Yoxdur. Buna görə bizim vaxtımızda o qızıl bir vaxt idi və əlbəttə Yusif Məmmədəliyev öz payını əlbəttə öz dahiliyi Azərbaycana bəxş edir. Mən fikirləşirəm ki, mən bilmirəm proqram necə olacaq, deyəsən film olmalıdır. Film olmalıdır. Olar. Çok sağ olun, çok güzel çıkışınıza göre, tövsiyelerinize göre her zaman sizin çıkışınız program kararınızı taşıyor ve bize müjdeler yol gösterir. Şimdi ise Yusif Müəllimin hakkında bir neçə film çekilmiştir, bildiğiniz gibi. Azərbaycan filmi de çekip, Heydər Əliyev fondu da çekip. Ama biz bir film götürdük, Hayat Formulu adlı ve onu bir qədər ixtisara salarak bir özümüzün versiyasını yarattık ve sizin ixtiyarınızı bırakırıq. Buyurun, dikkat ekranlara. O, 100 il bundan əvvəl qədim Ordubadda, şəhərin o zaman hörmətli din xadimlərindən sayılan Heydərin ailəsində anadan olmuşdur. Sonralar onu böyük dünyaya aparan yollar öz başlanğıcını məhz bu qədim məkandan götürəcək. Hələlik isə burada elmə təzim eləyən çox mehriban bir ailə yaşayır. O, təhsildə ilk addımlarını da Ordubaddakı bu məktəbdə atmış. Elm, bilik xəzinəsinin ilk qapıları burada onun üzünə açılmışdır. ...1918-ci ildə atası Heydər Məmmədəliyev erməni daşnaqlarından xilas olmaq üçün ailəsini də götürüb Təbrizə köçür. Burada qardaşı ilə birgə balaca Yusif, İran inqilabının rəhbəri Şeyx Məhəmməd Xiyabanini görür, onun alovlu nitqlərini eşidir. Lakin təhsili yarımçıq qalmır. Atası onu 7 illik Rüşdiyyə məktəbinə qoyur. Məlumdur ki, elmə, biliyə yələnmək üçün əminamanlıq, sakitlik ən vacib şərtlərdəndir. Yeniyetmə bir oğlan uşağı olan Yusif, bu şəraitdə çox sürətlə elmi bilikləri mənimsəyir və artıq 15 yaşındaykən öz yoldaşlarına, hətta bəzən gecə məktəbində yaşca özündən böyüklərə də dərs deyir. ...1923-cü ildə 18 yaşlı Yusif Bakıya yollanır və burada Pedaqoji İnstitutun Kimya Fakültəsinə daxil olur. Sanki o yox, kimya onu tapır. Özü də bu seçim elə belə ötəri seçim deyildi, düşünülmüş, ömürlük seçim idi. Bəlkə elə buna görədir ki, o zamanda sonralar da müəllimləri sarıdan onun bəxti həmişə gətirəcəkdi. İnstitutu bitirdikdən sonra o Gəncəyə pedaqoji işə göndərilir. Bu qədim şəhərin gözəlliyi onu valeh edir. Belə bir məftunluğu, belə bir məhəbbəti Yusif Məmmədəliyev bütün həyatı boyu cığır-bığırsız, sakitcə ürəyində yaşatmışdır.
Yusif təhsilini davam etdirmək istəyir. Yeni biliklərə, elmin yüksək zirvələrini can atır. Tale ona belə bir şans verir. O, dahi kimyaçı Nikolay Dmitrievich Zelenskinin şagirdi olur. O dövrdə elm yolları yalnız bir şəhərə, Moskvaya, Moskva Dövlət Universitetinə aparırdı. Lakin burada o, iki yol ayrıcında qaldı. Hansı yolu seçməli? Xalis nəzəri elm yolunu, yoxsa praktik kimyanı? Professor Lebedev ona eyni zamanda həm nəzəriyyə, həm də praktik kimya ilə məşğul olmağı məsləhət gördü. Yusif mühəndis kimyaçı diplomu ilə yenidən Gəncəyə qayıdır. O zaman bu şəhərin simasını ziyalılar müəyyən edirdi ki, onlar da əsasən müəllimlərdən ibarət idi. Gəncə ziyalı mühiti geniş dünya görüşünə və yüksək mənəvi keyfiyyətlərinə görə gənc Məmmədəliyevi dərhal öz sıralarına qəbul edir. Çox keçmir Məmmədəliyev Kənd Təsərrüfatı İnstitutunda kimya kafedrası yaradılmasına nail olur və özü də həmin kafedraya rəhbərlik edir. Lap bu yaxınlara kimi bu parkda Yusif müəllimin şagirdləri olmaları ilə fəxr edən, saçı saqqalı ağarmış qocalara rast gəlmək mümkün idi. Söhbət əsnasında məlum olurdu ki, sevimli müəllimləri ilə onların bir elə də yaş fərqləri yoxdur. Çox keçmir, o daha bir pillə yüksəlir. Elmlər namizədi Yusif Məmmədəliyev artıq Bakı Universitetinin Kimya Fakültəsinin dekanı təyin olunur. Xoşbəxtlikdən 30-cu illər faciəsi Məmmədəliyevlərdən yan keçdi. Qardaşı Məmməd, qohumların sevimliləri Həbib də, Əli də daim onun yanındaydılar. (1941-45-ci müharibə isə illərində Məmmədəliyev Bakıda qalsa da, ön cəbhədə idi. Müharibənin ilk günlərindən onun və həmkarlarının qarşısına çox mürəkkəb, həlli müşkül vəzifələr qoyuldu. Yusif Məmmədəliyevin elmi fəaliyyətinin yüksəlişi müharibə illərinə düşür. Ölkədə toluol qıtlığı çox kritik həddə idi. Onu yalnız xaricdən gətirirdilər. Belə bir vaxtda Məmmədəliyevin rəhbərlik etdiyi qrup gecə-gündüz böyük zəhmətə qatlaşaraq axtarışlar aparır və nəhayət aromatik karbohidrogenlərin alkilləşməsi və dealkilləşməsi yolu ilə toluol almağa nail olur. Bunun ardınca Məmmədəliyevin komandası sulfat turşusundan katalizator kimi istifadə etməklə yüksək oktanlı benzin əldə etməyin elmi əsaslarını işləyib hazırlayır. Və bu çətin iş prosesində Yusif Məmmədəliyev və onun silahdaşı Əli Quliyev arasında möhkəm dostluğun bünövrəsi qoyulur. Müharibə insanlara istirablar, dərdbəla gətirir. Lakin eyni zamanda onların mənəvi enerjilərini ağla sığmaz dərəcədə səfərbər edir. 1943-cü ildə elmi əsərlərinin dəyərinə və əhəmiyyətinə görə Yusif Məmmədəliyev elmlər doktoru adına layiq görülür. Müharibənin qurtarmasının lap ərəfəsində SSR Elmlər Akademiyasının prezidenti Komarov Bakıya gəlir. Onun iştirakı ilə İsmailiyyə binasında Azərbaycan tarixində ilk Elmlər Akademiyasının yığıncağı keçirilir. 40 yaşlı Yusif Məmmədəliyev Azərbaycan elminin və mədəniyyətinin ən görkəmli nümayəndələrindən təşkil olunmuş ilk prezidiumun üzvü seçilir. (1945-ci ilin mayında müharibə Alman faşizminin məğlubiyyəti ilə qurtarır. Əlbəttə, bu, həm də onun qələbə paradı idi. Stalin mükafatı laureatı Yusif Məmmədəliyev də hardasa buralarda şadyanlıq edən insanların arasındadır. Məşhur Molotov kokteylinin hazırlandığı laboratoriyaya gedən yol da elə əsl cəbhə yolu idi. 1947-ci ildə Yusif Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilir. Vəzifə qayğılarına baxmayaraq əvvəlki kimi çox gərgin şəkildə elmi axtarışlarla məşğul olur. Çünki özünü elmdən ayrı təsəvvür etmirdi.
Halbuki müharibədən sonraki o ağır illərdə yenicə yaradılmış akademiyanı canlı, işlək bir orqanizmə çevirmək, ona rəhbərlik etmək son dərəcə çətin bir iş idi və Məmməd Əliyevin vaxtının və enerjisinin böyük bir hissəsini udurdu. İlk baxışda bir-biri ilə uyuşmayan demokratizm və fitri aristokratizm onun təbiətinin ayrılmaz hissələri idi. Yusif Məmməd Əliyev mənzilindəki rahat, səliqəli iş otağının pəncərəsindən Bakının bənzərsiz, möhtəşəm simvolu Qız qalasını seyr etməyi xoşlayırdı. Eləcə yazı masasının arxasından durmadan bulvara, gözəllər gözəli Xəzərə tamaşa edirdi. O son dərəcə həssas və nəcib bir ər və qayğıkeş ata idi. Həyatda yalnız şagird olmağı bacaranlar müəllim ola bilərlər. Onun görkəmli alim akademik Nikolay Dmitrievich Zelinski ilə əlaqələri heç zaman kəsilmədi. Müəllimlə şagird arasında uzun illər davam edən dostluq onların hər ikisini mənən zənginləşdirirdi. Məşğulluqlarına, gərgin elmi fəaliyyətlərinə baxmayaraq, onlar ailə çərçivəsində şəxsi görüşlərə də vaxt tapırdılar. Zelinskinin yubileyinə Məmməd Əliyevlər tanınmış müəllimin portreti toxunmuş gözəl bir xalça hədiyyə etdilər. (1954-cü ildə Yusif Məmməd Əliyev Azərbaycan Dövlət Universitetinə rektor təyin olunur. Onun zamanında universitetdə həyat qaynayırdı. Təbiəti etibarı ilə müəllim olan Yusif Məmməd Əliyev qədər tələbələrin problemlərini kim başa düşə bilərdi? Onun təşəbbüsü və səyi ilə universitet üçün yeni tədris korpusu və yataqxana tikilir. Onun vaxtında yeni kafedralar, ciddi elmi problemlərlə məşğul olan laboratoriyalar yaradılır. Elmi xəbərlər nəşrə başlayır. Bu, onun 50 illik yubileyidir. 1958-ci ildə Yusif Məmməd Əliyev yenidən Elmlər Akademiyasının prezidenti seçilir. Çox keçmir akademiyada bilik cəmiyyəti təsis olunur. Əl yazmaları fondu, neft kimyası prosesləri institutu açılır, Şamaxıda rəsədxana yaradılır, akademiya şəhərciyinin tikintisinə başlanır. Moskva onun ikinci evi idi. Ölkədə müasir elmin saatının əqrəbləri dünya elminin səviyyəsi ilə burada tutuşdurulur, burada tənzimlənirdi. O, yeni ideyalarını Moskvalı həmkarları ilə bölüşür, onların fikir və təkliflərinə yüksək qiymət verirdi. Moskva elmi mühitində Yusif Məmməd Əliyevin xüsusi hörməti vardı. O, SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. Doğma Moskva Universiteti ilə əlaqələrini isə o heç zaman itirmirdi. Qapalı bir ölkə olan SSR-də sülh uğrunda mübarizə formal bir xarakter almışdı. Lakin Yusif Məmməd Əliyevin bu sahədəki fəaliyyəti də son dərəcə ciddi və məqsədyönlü idi. O, təbiəti etibarı ilə sülhpərvər insan idi. Daxilən o, özünü artıq çoxdan dünya vətəndaşı hesab edirdi. Çünki daha böyük bir ailə ilə, düşmənçilikdən uzaq, heç bir sərhəd tanımayan dünya alimləri ilə bağlı bir insan idi. Ölkənin həyatında tarixi əhəmiyyət daşıyan elə bir hadisə yox idi ki, ondan yan ötə idi. Bu, onun üçün sadəcə insanın kosmosa çıxması demək deyildi. Bu, elmin qələbəsi, elmin özünü təsdiq etməsi demək idi. Bu elmə o, axıra kimi sədaqətlə, qanı ilə, canı ilə xidmət etmişdi. Onun mənəvi enerjisi, həyat yanıqısı, sanki bir neçə yüz ilə bəs edərdi. Təbiəti etibarı ilə o, islahatçı, quran, yaradan bir insan idi. Təəssüf ki, biz insanlara bu dünyada bir əsrdən də az bir ömür ayrılıb. İnsan yaşadığı qısa ömürdə əməlləri ilə iz qoyub gedir ki, özünə ölümsüzlük qazanır. Yusif Heydəroğlu Məmməd Əliyev belə insanlardan idi. Bütün fəaliyyətinin, həyat fəaliyyətinin istiqamətlərini işıqlandıraq, elə yığaq ki, yəni həm maraqlı olsun, həm dəyərli olsun.
yəni o cürə bir akademikin, yəni görkəmli alimimizin fəaliyyəti hər tərəfli işıqlandırırsın. Və indi sözü akademik Yusif Məmmədəliyevin deməli, ailəsindən, nəslindən olan sənətşünaslıq üzrə fəlsəfə doktoru, doçent əzimiz Turan Məmmədəliyevə söz verək və onun çıxışı belə adlanır. Akademik Yusif Məmmədəliyev portretdə çizgiləri. Buyurun. Salam hörmətli Fərhad müəllim, salam hörmətli qonaqlar və tədbir iştirakçıları. Çıxışıma başlamazdan əvvəl mən bu il Yusif Məmmədəliyevin 120 illik yubileyinin ölkəmizdə geniş və fəal şəkildə qeyd olunması barədə sərəncam vermiş hörmətli dövlət başçımız, hörmətli prezidentimiz İlham Əliyevə və bugün Yusif Məmmədəliyevin yubileyinə həsr edilmiş bu tədbiri təşkil edən Bakı Musiqi Akademiyasının rəhbərliyinə, xüsusən də hörmətli rektorumuz Professor Fərhad Bədəlbəyliyə, eləcə də Bakı Musiqi Akademiyasının Elmi İşlər üzrə prorektoru, hörmətli professorumuz Gülnaz xanım Abdullazadəyə və bu tədbirin bilavasitə təşkilatçısı olan Elmi Tədqiqi Laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, doçent Nuridə xanım İsmailzadəyə həm öz adımdan, həm də Yusif Məmmədəliyev ailəsinin və ümumiyyətlə Məmmədəliyevlər şəcərəsinin bütün nümayəndələri adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Mütəfəkkir anlayışı öz məna həcminə görə olduqca dərin, geniş və çox cəhətlidir. Hər bir mütəfəkkiri bir asimana, kainata, kosmosa bənzətmək olar. Bugün xatirəsi anılan dahi alim, ziyalı, Azərbaycan elmini öz misilsiz nailiyyətləri və xidmətləri ilə bütün dünyaya tanıdırmış Yusif Məmmədəliyev də 20-ci əsr Azərbaycanının elmi sistemini yeni mühitdə və yeni strukturda fundamental şəkildə yaratmış, sonsuz bir kainat kimi təsəvvürümüzdə canlanır. Yusif Məmmədəliyev siması çox cəhətli və fenomenaldır. Əvvəla, 20-ci əsr Azərbaycan elminin bir çox yenilikləri və elmi fəaliyyətin inkişafında həyata keçirilmiş bütün mütərəqqi layihələrin, onun kəşf etdiyi yanacaq, Molotov kokteyli kimi sonra adlandırılan yanacaqdan başqa Elmlər Akademiyasının təsis edilməsi, Şamaxı Observatoriyasının yaradılması və bir sıra yeni kimyəvi nailiyyətlərin əsasında Yusif Məmmədəliyev soyadı durur. Mən əbəs yerə mütəfəkkir demədim. Yusif Məmmədəliyev öz misilsiz elmi kəşfləri ilə tanınmış dahi alim olmaqla yanaşı, öz ensiklopedik bilikləri, vətəni Azərbaycanın tarixini, mədəniyyət və incəsənətini sevən, sevgisi və diqqəti ilə onu yaşadan, bu sevgini gənclərə, tələbələrinə, övladlarına da aşılayan bir mütəfəkkir və əsil ziyalı idi. Bugün sizlərlə apardığım kiçik söhbətimdə əsas məqsədim Yusif Məmmədəliyev duhasının özüm üçün kəşf etdiyim maraqlı, vacib xüsusiyyətlərini nəzərinizə çatdırmaqdır. İlk növbədə ondan başlayayım ki, Yusif Məmmədəliyev həm uşaq çağlarından Azərbaycan və Şərq klassik ədəbiyyatına olan sonsuz məhəbbəti ilə seçilmiş və özü də sonra neçə şeirlərin müəllifi olmuşdur. O, böyük təvazökarlıqla öz şeirlərini tanış kimyəçi alimin adından öz dostlarına, həmkarlarına oxuyardı. Bunun gözəl ədəbi dil qabiliyyəti, söz və şeiriyyata olan dərin marağı onu Azərbaycan Dövlət Pedaqoji İnstitutuna, dil və ədəbiyyat şöbəsinə təhsil almağa yönləndirmişdi. Lakin o, burada çox qısa bir müddətdə təhsil aldıqdan sonra öz arzusuna sadiq qalaraq kimya elmini seçir. Alimin həyat yolunun həlledici məqamlarından biri olan bu seçimini biz onun Etiraf adlı şeirində öz ifadəsini eşidə bilərik. Bu şeirdən bəzi bəndləri istəyərdim səsləndirim. Oxudum şərqin ustad şairlərini, Camini, Hafizi, Xəyyamı, Sədini. Küstüm talihimdən, küstüm dünyamdan. Nədən şair yaratmadı məni yaradan? Bu şeirin son bəndi də məna yüklüdür. Yetirdim əlimi elmin camına, düşdüm kimyanın tor girdabına.
Toru doğrayıb aça bilmədim, kimya tilsimindən çıxa bilmədim. Yusif Məmmədəliyev öz tələbələrindən qədim və zəngin ədəbiyyatımızı dərindən öyrənməyi tələb edərək deyərdi. Ədəbiyyatı yaxşı bilməyən, öz elmi məqalələrini də yaxşı yaza bilməz. Elmi axtarışın da öz lirikası, poetik gözəlliyi, öz romantikası var. O, öz övladlarına da bunu aşılayırdı. Qızı Sevda xanıma yazdığı məktubun bir neçə sətrini səsləndirək. Kimyaçı üçün ədəbi istedad olduqca vacibdir. Kimyaçı öz əsərlərini əsl söz ustası kimi yazmalıdır. Yusif Məmmədəliyev öz elmi sahəsi ilə yanaşı təbabətin, elm tarixinin, arxeologiya və ədəbiyyat tarixinin də bir çox məsələləri ilə dərindən maraqlanırdı. Yusif Məmmədəliyev fikri ədəbi istedada malik və ədəbiyyat sevgisi ilə dünyaya gəlmişdi. Onun şeirləri çox idi. Hələ bu şeirlərin əksər hissəsi itmişdi. Çünki müəllif onları vədahətən hər hansı bir kağız parçasına, qeyd vərəqəsinə yazırdı. Lakin dərc oluna bilmiş şeirlərini oxuyarkən, onun klasik Azərbaycan şeir vəzinlərini gözəl qavraması, musiqi ahəngi saçan poetik üslubla yazılması oxucunu heyrətə gətirir. Yusif Məmmədəliyevin gənc çağlarında yazdığı şeiri, mahiyyətcə onun ədəbi istidadını, onun heç zaman tərk etməyən poetik ilhamını bariz əks etdirən Quruluş Çələngi adlı şeirini oxumaq istərdim. Bu şeir 1925-ci ildə Örnək jurnalında dərc olunmuşdur. O zaman Yusif müəllimin 19-20 yaşlar arasında, deməli, 19 yaşı var idi. Uzaq ölkələrdən, dərdli ellərdən izimə, üzümü sürməyə gəldim. Yalçın qayalardan, azğın sellərdən atlayaraq səni görməyə gəldim. Öysüz çolcuqların yanıq səsindən, tasalı qızların inləməsindən, ümidli gəncliyin son nəfəsindən uğursuz xəbərlər verməyə gəldim. Soyuq məhbəslərdən, kirli üzlərdən, qanlı pəncələrdən, xain gözlərdən, ağır zəncirlərdən, kirli izlərdən qurtulub diləyə girməyə gəldim. Dinlə dərdlərimi, ey canlı xəyal, iniltili susmuş rübabınla çal, sehirli bağçadan şanlı ideal, bir dəmət al çiçək dərməyə gəldim. Uzaq ölkələrdən, dərdli ellərdən, uğursuz xəbərlər verməyə gəldim. Bağçadan, dərdliyin pəmbə güllərdən, qurtuluş çələngi örməyə gəldim. Bu şeir çox gözəl, bu poetik gözəlliyi ilə, məzmun dərinliyi ilə o dərəcədə parlaq təəssüratlar qoymuşdur ki, sonra deməli, şair filolog İmran Seyidov tərəfindən rus dilinə də tərcümə edilmişdir. Bu şeiri Yusif müəllim gənc ikən, biz Fərhad müəllim də qeyd elədi, o bir neçə il İranda, məlum səbəblərdən İrana köçmüş, atası və qardaşı ilə İrana köçmüş, orada təhsil almış, orada bəzi siyasi hadisələrin deməli, canlı müşahidəçisi olmuşdu. Bütün aldığı o təəssüratlar və vətən həsrəti təəssüratı altında bu şeiri böyük belə bir sevgi ilə yazıbdır. Yusif Məmmədəliyevin sənət dostları, necə tanınmış sənət dostları vardı. O, ömrünün sonuna dək şairlərlə, musiqiçilərlə, xalq sənətkarları ilə dostluq edərdi. Bu dostlar arasında şairlərimiz Səməd Vurğun, Bəxtiyar Vahabzadə, sevimli müğənnilər olan Bülbül, Rəşid Behbudov, onun uşaqlıqda birlikdə təhsil aldığı uşaqlıq dostu Mirmehdi Zağuluzadə, Mirmehdi Seyidzadə kimi şairlərin adlarını çəkə bilərik. Və təsadüfi deyildi ki, həmişə xüsusi dostluq etdiyi şair Səməd Vurğun idi.
Və mən unutdum Nazım Hikməti də qeyd etmək. Türk şairi Nazım Hikmət də böyük, demək, onların yaradıcı ünsiyyəti, dostluq ünsiyyəti olur. Səməd Vurğun şeiriyyatına Yusif Mərlimin xüsusi məhəbbəti var idi və Səməd Vurğun isə öz növbəsində həmişə Yusif Mərlimin ensiklopedik biliklərinə, onun ümumiyyətlə bilgilərinin dərinliyinə həsəd apararaq belə deyərdi. Kaş ki, mən də Yusif kimi bizim elmimizin, mədəniyyətimizin, incəsənətin tarixini biləydim. Həmişə onunla fəxr edib Səməd Vurğun və Səməd Vurğunun vəfatı ilində də Yusif Mərlim çox böyük ağıllı yazısını ünvanlamışdı. Yusif Mərlimin musiqiyə də böyük həvəsi olub. Ümumiyyətlə, yəqin ki, bilirsiniz, Məmməd Əliyevlər nəslində tar ifaçılığına, tar alətinə böyük sevgi olub. Bütün böyüklərimiz, əcdadlarımız bu alətli ifanı bacarır. Təbii ki, Yusuf Mərlimin nəslində də bu ənənə var idi. Və Yusif Mərlim özünün musiqi zövqü var idi və musiqili insanlar daim onun həyatın sonuna qədər müşahidə etmişdi. Və təsadüfi deyir ki, onun ömürgün yoldaşı, həyat yoldaşı Bilgiris xanım özü gözəl musiqi istidadı olan və profesional musiqi təhsili olan xanım idi. Azərbaycan Dövlət Konservatoriyasının ikinci kursunda demək, təhsil alanda Yusif Mərlimlə tanış olmuş və artıq ailə həyatı qurduğuna görə bu təhsilini yarımçıq qoymuşdu. Amma Bilgiris xanım həmişə ailə ziyafətlərində, həmişə öz övladları üçün, qohumları üçün çox gözəl musiqi ifa edər. Azərbaycan xalq mahnıları, romanslar, İtalyan mahnı və romansları, eləcə də məşhur kino filmlərdən tanınmış parçaları həmişə böyük zövqlə ifa edərdi. Yusif Məmmədəliyevin demək, bir cəhəti barədə də istəyirəm söz açım. Onun dahiliyi ilə yanaşı, onun mütərəqqi, mübariz və münəvvər ziyalı edən son dərəcə yüksək və nadir cəhəti var idi. O, böyük şücaətlə, fədakarlıqla xalqının istedadlı və mütərəqqi alimlərini, sənətkarlarını dəstəkləyirdi. Bildiyimiz kimi, Sovet dönəmində Sovet ideologiyasının qoyduğu və həmişə güddüyü, təqib etdiyi qadağalar mühitində mübariz və milli məxsusilik ideyalarını müdafiə etmək çox çətin idi. Bu təmayülə aid xadimlərimizin hər zaman fəaliyyət və həyat yolu sıxıntılı və keşməkeşli olmuşdur. Yusif Məmmədəliyev də qismən bu sıxıntılara məruz qalmışdı. Lakin bunlara rəğmən o neçə alim və ədib dostlarını dəstəkləmişdi. Məsələn, sevimli şairimiz bu il 100 illiyi qeyd olunan Bəxtiyar Vahabzadə də onun dostları sırasında idi və 1960-cı illərdə Bəxtiyar Vahabzadənin də müstəqil Azərbaycan barədə ideyalarının Gülüstan poemasında tüğyan etdiyi bir çağda onu Sovet hakimiyyəti millətçi damğası altında sıxışdırarkən Yusif Məmmədəliyev onu dəstəkləmişdi. Bəxtiyar Vahabzadə də Yusif Məmmədəliyevin azadpərvər, dahi təbiətini, ədalətli və dürüst təbiətini hər zaman dəyərləndirmiş və özünün Ömür adlı şeirində onu vəsf edərək bu şeiri Yusuf müəllimə ithaf etmişdi. Mən həmin şeirdən bəzi parçaları istərdim sizə oxuyum. Yaşamaq yanmaqdır, yanasan gələk. Həyatın mənası yalnız ondadır. Şam əgər yanmasa yaşamır demək. Onun da həyatı yanmağındadır. Ömrü az olsa da qartal yenməli, dedi, səmalarda öz oylağım var. Ömrüm azlığından gileylənmədi, ömrü insan kimi başa vuranlar. Bu dünya 5 gündür, deyib hər yerdə, sağ ikən qəbirdə uzanan da var. Öz alın təri və bircə ömürdə 100 insan ömrünü qazanan da var. Və çıxışımın sonunda mən hamımızın çox sevdiyimiz bir əsəri ifa etmək istərdim. Çünki həmin o əsər, o klassikinci, bugün xatirəsi anılan
Yusif Heydəroğlu Məmmədəliyevin bir ədib kimi siması, onun klassik Azərbaycan şeir vəzni və romantik üslubu ilə yazılmış şeirləri ilə səsləşir. Belə ki, həmin əsər də Azərbaycan, daha doğrusu şərq rübai kimi şərq poetik formasında yazılması fərz olunur. Beləliklə, Qara Qarayev 7 saylı la major prelüdiyası. Biz gördük ki, gerçekten de Yusif Təkcə kimyaçı alim değil, aynı zamanda şair ruhlu bir insan, bir güzel şiirleri olur. İndi isə bu yerdə incəsənətdən söz düşmüşkən, biz iki musiki nömrəsini sizə təqdim etmək istəyirik. Biri deməli, yəqin ki, Yusif müəllimin də sevdiyi küçələrə süsətmişəm, Azərbaycan xalq mahnısı. Yəqin ki, əgər evlərində onlarda tarifatçılıq olubsa, yəni xalq musiqiyə böyük həvəs, sevgi olubsa, deməli, yəqin ki, xalq mahnılarını da çox seviblər. Və ona görə mən çıxış üçün, dəvət edirəm, ifa üçün, deməli, solo oxuma və opera hazırlığı kafedrasının müəllimi, beynəlxalq müsabiqələr laureatı Güllü xanım Gülbəy Məmmədovaya və onu fortepianodan müşahidə edəcək Şəhla Uliyeva. Buyurun. İkinci isə əsər olacaq, deməli, Eduardo de Kaplan'ın O Sole Mio Neapolitan mahnısı. Aynı zamanda deməli, bizim iki genç, güzel ifaçımız onu ifa edecek. Buyurun. Küçelere sos
Yusif Məmmədəliyevin doğma qardaşının qızı Leyla xanıma söz verək və Leyla xanım da öz əmsi haqqında xatirələrlə bölüşsün və bizə bəzi məlumatları çatdırsın. Leyla xanım, siz slayd görürsünüz, slayd show, bəli. Və siz o haqda bizə məlumat versəydiniz, kim bu rəsmlərdə, kim bu fotolarda var, bizə o haqda məlumat versəydiniz, çox maraqlı olardı. Buyurun Leyla xanım, söz sizdədir. Yeri gəlmişkən, metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının professoru, əməkdar müəllim Leyla xanım Məmmədəliyeva. Дело в том, что из детских моих воспоминаний, то, что я слышала от отца, отец младший брат дяди Юсуфа, и в доме всегда, как говорится, вспоминали детские годы, которые прошли в далеком от мировых центров научных в Урдубаде. Отец был садоводом, имел сады, большая была семья. Вот на фотографии это, значит, отец, эта фотография сделана в Табризе во время путешествия. То есть старший брат Мехти с левой стороны, другой брат Гусейн, и подряд идут, значит, дядя Юсуф и чуть младший мой папа Мамед. Вот. Ну, судя по тому, как они держали в руках книги, обучению придавалось очень большое значение образованию. Отец тоже приветствовал, когда в малолетнем возрасте он послал детей учиться в медресе. Они изучили там фарсидский язык, и до конца жизни они знали эти тексты и всегда какие-то переписывались. Помимо всего этого, когда были события в 18 году, то Юсуф Миалим с папой, они отправились в Иран и продолжили там обучение в английском колледже. И уже он рассказывал, что они могли с отцом говорить. То есть там была маленькая разница, буквально 11 месяцев. И девочки, мои сестры, говорили, почему ваш папа оставил моего папу без молока? Он ходил с бутылкой, а надо было кормить следующего. То есть тогда в семьях принято было иметь много детей. Кто-то не выжил, кто-то утонул в Араксе во время событий. Но дух семьи, по рассказам моего отца, всегда был очень высок и придавалось большое значение именно дружбе со всеми родственниками. Всегда были гости. Зима в Урдубаде очень суровая, и отец рассказывал, что вся семья садилась на ковер, и они, значит, делились впечатлениями. Всегда в семье была очень дружелюбная обстановка. И когда, значит, дети подросли, нужно было, отец настоял, чтобы все учились в Баку. И когда, значит, сначала поехал старший брат, он был в Урдубаде учителем, а потом, когда, будучи уже в Баку, он поступил в университет, и большое значение имел педагог азербайджанской, ну, выше, который дал ему направление, именно привил любовь к химии, такой Гусейнов, Сабих Адавадович Гусейнов, он как бы явился тем, что искру зародил в молодом мальчике, искру к химии. И после этого и пошло дальше увлечение. Именно это путь, когда всегда в любом образовании искра человека, который избирает свою профессию, обязательно кто-то, какой-то проповедник должен быть. Это вот именно этот педагог, да, самый первый, он первый, кто проявил. Первый дипломированный. Да, теперь я немножко расскажу. Мне было 12-13 лет. Я уже тогда училась в школе Бюльбюля. У меня педагог был Рауфа Такишиев с супругой. И я обращала внимание, что Зоя Львовна, да, что
очень большое значение в семье имеет образование даже племянников. Всегда интересовались, а что ты играешь, а чем ты увлекаешься. То есть всегда звучал прекрасный рояль «Красный Октябрь». Реночка не даст мне соврать, который звучал, и мама всегда садилась, что-то играла, бельгийский ханом. Ну, естественно, меня интересно, а что вы... Ну, я помню последнее, что я играла, это «Жаворонок Глинки». То есть это мое было какое-то учебное произведение, и я помню, что я чувствовала, что вниманием относятся к тому, что я делаю, не просто, и, естественно, это была планка, которой хотелось держать и не поддаваться всяким таким соблазнам, не очень приятным. Вот. Ну, хочу сказать, что вот в такой приятной среде мы росли, я дружила со средней сестрой, она по возрасту мне ближе Севда, и я вообще всегда делилась, самые близкие, Леночка младше немножко меня. Ну, хочу сказать, что обстановка в семье очень имела большое значение, потом то, что не пропускались никакие культурные мероприятия. Я помню театр, филармония. Всегда я чувствовала, что семья посещает все эти, то есть в курсе, потом гости, Саня Дургун, Бюльбюль, потом Рашид Бейбутов. Это была среда, которая питала эту семью. И всегда казалось, хотелось не подкачать и быть всегда на уровне, чтобы говорили, чтобы гордились, не просто учиться, а именно с гордостью относиться к тому, что ты принадлежишь этой фамилии. Вот это всегда казалось очень важным. Очень было печально узнать, что в молодом возрасте, после операции, Юсуф Ами, в общем, ушел в мир иной. Это был большой для всех удар. Но вы понимаете, то наследие, то моральное наследие этого человека на всю жизнь отложило отпечаток. Поэтому мы всегда стараемся быть достойными этой фамилии, несмотря ни на какие обстоятельства. Большое спасибо всем за внимание. Да, я принесла, это такая художница Эльдарова, Ирина Эльдарова нарисовала Юсуф Ами в юности и подписала «Баку – лучший город земли». Пожалуйста, посмотрите. Леночка, я могу тебе это подарить. То есть схвачено, правда схвачено? Лера Хам, спасибо большое. Большое вам спасибо за очень интересные дополнения. Естественно, лучше, чем члены семьи, а Юсуф Мялим никто сказать не смог бы. И большое вам спасибо за то, что пришли, за то, что выступили. Спасибо большое. İndi isə əziz qonaqlar, əziz dostlar, mən kimyaçı alim olmadığıma görə çox düşündüm ki, mən çıxışımı necə qurum və fikirləşdim ki, iki hissəyə bölüm. Əvvəlcə iştirakçıların Yusuf Müəllimin iki çox önəmli ixtirası haqqında, kəşfi haqqında məlumat verib. Ondan sonra isə sizin diqqətinizi yenidən monitora yönəldim və görkəmli akademikların çıxışlarını siz dinləyəsiniz. Yusuf Müəllim haqqında dedikləri sözləri. Məlumdur ki, 30-cu illərdə Azərbaycanda tibbi sanitar vəziyyət çox ağır idi. Ümumiyyətlə, Qafqaziya və Orta Asiya Respublikalarında yoluxucu xəstəliklər tuğyan edildi. 100 min insan malariya və mədə bağırsaq xəstəliklərindən həyatını yitirdi. Belə bir dövrdə Azərbaycan Tropik Xəstəlikləri İnstitutundan neft emalı zavoduna müraciət daxil olur. Həmin müraciətdə İnstitutun direktoru Profesor Popov bu xəstəliklərə qarşı dərman preparatlarının hazırlanmasında əsas komponenti olan 4 xlorlu karbona böyük ehtiyacın olmasını bildirərək, onun hazırlanmasına köməklik göstərməsini xahiş edir. Ancaq kifayət qədər texniki və elmi bazanın olması laboratoriya alimlərinin narazılığına səbəb olur və onlar mövcud şəraitdə bu komponentin hazırlanmasının mümkün olmamasını bildirərək razılıqlarını verirlər. Lakin o zamandan həmin laboratoriyada kiçik ilmi işçi vəzifəsində çalışan Yusuf Müəllim Popovun
sifarişini yerinə yetirməsinə razılıq verir. Çünki hələ gənc yaşlarında olarkən o Moskvada akademik Balandinin rəhbərliyi altında müəyyən kimyəvi proseslərin baş verməsində və bəzi komponentlərin alınmasında birbaşa iştirak etmişdir. Belə əminliklə işə başlamaq əzmində olan Yusif müəllimin razılığından sonra Tropik İnstitutun elmi laboratoriyasında qızğın iş başlamış və həmin preparatlar hazırlanaraq həm Azərbaycandakı həkimlərin, həm də qonşu respublikalarda xəstəxanaların geniş istifadəsinə verilmişdir. Bu maddədən sonra bu infeksion xəstəliklərin yayılmasının qarşısını alınmış və Yusif müəllimin bu kəşfi sayəsində 120 insan sağ olaraq həyatdan qaytarılmışdır. Həm bu elmi nailiyyətin, həm də ixtiraların və bir çox sayda elmi məqalərin müəllifi olduğuna görə Yusif Məmmədəliyev 1938-ci ildə müdafiə etmədən namizədlik dissertasiyası dərəcəsini alır və ona layiq görülür. 1941-45-ci ildəki Böyük Vətən müharibəsi zamanı Sovet İttifaqının böyük şəhərləri alov içərisində olduğuna görə bir çox elmi tədqiqat institutları bağlanmışdır. Buna görə də qızğın döyüşlərdən nisbətən kənarda olan Azərbaycan alimlərinə yüksək keyfiyyətli benzinin, eləcə də partlayıcı maddələrin hazırlanması tapşırığı verilmişdir. Həmin vaxtlarda aviabombaların, minaların əsas partlayıcı komponenti trotilin hazırlanmasında xam malı olan tolalar böyük ehtiyac var idi. Müdafiə Komitəsi bu vəzifəni bir neçə kimyaçı alimə, o cümlədən Yusif Məmmədəliyevə tapşırmışdır. Gənc alim yeni bir üsul təklif edərək metixloridlə benzolun qarışıqlı təsirindən tolonun alınmasına nail oldu. 1942-ci ildə tolonun sintezi nəticəsində bu maddənin alınması baş verdi və həmin ixtira alimin doktorluq dissertasiyasının əsasını təşkil etdi. Aparılmış kimyəvi reaksiyasının nəticəsində yüksək aktanlı benzinin alınması baş verdi. Bunun nəticəsi olaraq Sovet Alman təyyarələrindən daha yüksəklərdə uçmağa başladı və beləliklə də havada üstünlüyü ələ ala bildilər. Müharibədə isə belə qayda var. Havada üstünlük kimdədirsə, yerdə də üstünlük həmin tərəfdə olur. Beləliklə, Sovet İttifaqının müharibədə qalib gəlməsində bu elmi kəşfin böyük əhəmiyyəti oldu. Əlbəttə ki, Sovet İttifaqının rəhbərliyi Yusif Məmmədəliyevin elmi fəaliyyətini yüksək qiymətləndirir və onu 1943-cü ildə Lenin ordeni ilə, 1944-cü ildə isə dövlət mükafatı ilə təqdim etmişdir. Azərbaycanda 1945-ci ildə Milli Elmlər Akademiyası yaradıldı və ilk 15 həqiqi üzvü, yəni Üzeyir bəy, Səməd Vurğun kimi dahilərin də arasında o zamanlar nisbətən gənc yaşlarında olan Yusif Məmmədəliyevin adı da var idi. Az vaxt geçdikdən sonra 1947-ci ildə Yusif Məmmədəliyev Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti seçildi. İşlədiyi ilə ilk illərdən Yusif müəllim özünü bacarıqlı rəhbər kimi göstərərək akademiyanın işçilərinin sayını 1000 nəfərdən 5000 nəfərə qədər artırdı. Onun rəhbərlik etdiyi illərdə Əlyazmalar İnstitutu, digər elmi tədqiqat institutları, Şamaxı Rəsədxanası, yeni şöbə və laboratoriyalar açıldı. Yusif müəllim və digər görkəmli alimlərin sayəsində 50-ci illərdə neft-kimya dövrü başlayaraq ölkəmiz üçün vacib olan bir sıra elmi nailiyyətlər əldə olunmuşdur. Müxtəlif elmi axtarışlar sayəsində mineral gübrələr, sintetik kauçuk, kənd təsərrüfatının zərər vericiləri ilə mübarizə materialları, süni ipəyin alınmasına başlamış və aparılan təcrübələr uğurla nəticələnmişdir. Yusif müəllimin yüksək insani və mənəvi keyfiyyətlərini, təşkilatçı qabiliyyətini xüsusi olaraq qeyd edən görkəmli alimlər onun haqqında çox yüksək fikirlər söyləmişdir. İndi isə Azərbaycanlı akademiklər Ayaz Əliyev, Məhrəm Məmmədiyarov, Telman Əliyev və Hacıbəy Sultanovun Yusif Məmmədəliyevin elmi fəaliyyəti ilə bağlı verdikləri müsahibələrdən bəzi parçaları sizin nəzərinizə çatdırmaq istəyirəm. O tez-tez Moskvaya gəlib aspirantları yığırdı başına, onların məişəti ilə maraqlanırdı, onların işi ilə maraqlanırdı. Hətta belə vəziyyətlər olub ki, görüb ki, mövzu o qədər Azərbaycana
lazım olan mövzudur. Danışıb həmin institutun rəhbərliyi ilə o adamın mövzusunu da dəyişiblər. Bəzi hallarda rəhbərini də dəyişiblər. Və o aspirantları akademiyanın, SSR Akademiyanın çox rahat bir yataqxanası var idi. Orada çox çətin idi ora düzəlmək. Bu məsələyə də Yusif Məmmədəliyev deməli çox böyük fikir verirdi. Bir gün Məmmədəliyev gələndə, o gənə aspirantları yığanda dedilər ki, bizi akademiyaya götürmürlər. Getdi, vitse-prezident var idi akademiyanın, SSR Akademiyanın vitse-prezidenti Topçeyev. Onun yanına getdi məktubla. O da qol çəkdi, yazdı ki, bunları yataqxanaya qəbul eləsinlər. Aspirantlar gəldilər yataqxanaya, dedilər ki, yox, olmaz. Milis deməli sizi qeydiyyata götürmür, çünki Elmlər Akademiyasının siz aspirantları deyilsiniz. Kör peşman olar, oradan qayıtdılar. Bir aydan o tez-tez gəlirdi Yusif Məmmədəliyev. Bir aydan sonra yenə gələndə dedi, nə oldu? Bəs dedilər, düzəlmədi də, polis, milis bizi deyir, yazmadı, qeydiyyata götürmədi, ona görə qəbul eləmədilər. İndi deyirəm, görün, bax, bəzən işin xətrinə qanunu da pozurdu. Getdi Topçeyevin yanına, ikisi fikirləşdilər, nə elədilər? Topçeyev götdü, bir dənə əmr verdi öz institutuna üzrə. Bunları hamısın, 20 neçə nəfər idi. Bunları hamısın, o da institut direktiri idi. Deməli, həmin o institutun aspiranturasına qəbul elədilər. Sonra hərəsinə bir daha arayış verdilər. Ondan sonra deməli, hamısı getdilər, o çox rahat yataqxanada düzəldilər. Mən Moskvada olanda, hələ aspirant olanda, onda o təzə gəlmişdi prezident. O demək, bu mənə dedilər ki, xəstələnmişdim mən, amma mənə putyovka verdilər ki, mən gəlim sanatoriyaya, mən də gələm, gəlib icazə alıyordum akademiyadan. Gəldim icazə almağa, Adel aspiranturada bir plan şöbəsi etiraz edilər. Durmuşdu pləkandadır, rəhmətli Məhəmməd Ərqas gəldi mənə. Yaxşısın. Əvvəla, niyə durmuşam orada? Dedim ki, biz belə. Apardı mənim kabinetə. Plan şöbəsini çağırdı, aspirantura müdüründə. Dedi, bu zaman olanın bütün arzularını yerinə yetirmən. Bir də bir aylıq ona primə yazılır, sizə 2 saat vaxt verirəm. Azərbaycanda yeganə dünyada çox nadir olan naftanla nefti çıxır. 100 illərləndir, xalq orada müalicə keçir. Məmmədəliyev onun tərkibini, stereotipli maddələrin olmasının sübutu 60-70-ci illərdə yeni spektral cihazlar çıxandan sonra təsdiq olundu. Yəni onun maliyyəcəvi əhəmiyyətini o quruluşlarda gördü. Sovet hökuməti dövlətində bu kibernetika inkişaf etməyə başladı. Bu inkişaf edəndə hələ çox insanlar, o cümlədən Azərbaycanda da buna əhəmiyyətsiz bir istiqamət kimi başa düşürdülər. Və demək olar ki, bu sahənin Azərbaycan inkişafı çox çətin bir vəziyyətdə idi. Lakin Məmmədəliyev, akademik Məmmədəliyev o vaxtı bura maksimum diqqət göstərməyə başladı. Və demək olar ki, o vaxt ki, SSR-də Ukraynadan sonra ikinci bizim Azərbaycanda ilk elektron istifadıcı maşınlar o vaxt üçün çox bahalı və çox qiymətli və dünya səviyyəsində olan maşınları Azərbaycan almağa başladı. Bax, belə bir diqqətin göstərilməsinin nəticəsində o vaxt biz Ukraynadan sonra Azərbaycanda kibernetik institutunu yaratdıq. O vaxt kibernetik hesablama mərkəzi idi. Hesablama mərkəzini yaratdıq və o vaxtki maşınları bura gəlməsini və burada onun montaj olunmasını, düzəlməsini, o vaxt bir zavod kimi şeydir bu maşınları təşkil etdik. Şəxsən Məmmədəliyev demək olar ki, bütün etapları rəhbəri edirdi. Şəxsən özü. Mən bir fakt istəyirəm deyim, o vaxtı maşının açılışında bu böyük bir tədbir sayılırdı o zaman üçün. Demək, bura dövlət rəhbərləri gəlmişdi və biz maşının açılışında istəyirdik ki, bu maşının necə işləməsini izah edək. Biz çox çalışdıq ki, bunu izah edək. O gördü ki, biz bunu yaxşı izah edə bilmirik. Daha doğrusu biz də izah edirik, lakin başa sala bilmirik, başa düşmürlər. Onda o bizi dayandırdı, dedi, bir dəqiqə siz dayanın. Onlardan soruşdu, siz deyir, arxivometri görmüşsünüz, onlar dedi, görmüşük. O necə işləyir, təsəvvür edirsiniz? Dedilər ki, edirik təsəvvür. Dedi, bax, bu böyük elektron arxivometridir. Onun kimi işləyir. Düzdür, bu biraz bizim xoşumuza gəlmədi ki, bizim bu cür başını arxivometrə oxşatdı. Amma onları başa düşdülər, o vaxtki rəhbərlər.
uzun illər keçəndən sonra mən gördüm ki, həmin bu cür misalla çox hörmətli alimlər başlayıb bunu izah etməyə. Halbuki bu Məmmədəli 60-cı illərdə demək bu misalı çəkmişdi. Məmmədəliyev hər tərəfli inkişaf eləmiş şəxsiyyətidir. O Şamaxıda observatorun tikilməsi bilavasitə təşəbbüskarı və orada olan o qurulan teleskopun Germaniyada hazırlanmasının təşəbbüskarı oldu. Şamaxı observatoriyası Naxçıvanda, Batabatda tikilməsinin təşəbbüskarı oldu. Biz demək ki, müraciət edirik Nazirlər Sovetinə, Mehmet Əlievin qərarı ilə ki, bizə demək Leningradda zavodda yaxşı teleskoplar hazırlansın, böyük teleskoplar. 2 dənə qərar oldu, eləmədilər. Yusuf Mehmet Əliyev danışdı onlarla, dedilər ki, onda biz sizə icazə veririk, Almaniyadan demək alasınız. Göndərdi Almaniya zakaz, mən də gittim ona həll edirik, teleskop hazırladılar. Ondan sonra başladı Mehmet Əliyev bizə çoxlu köməklər demək ki, teleskopa adamlardı. Bu Kuybişev adına neft emalı üzrə elmi tədqiqat institutuydu. Burada ancaq neft emalı ilə məşğul oldu. Yeganə institutdur ki, akademiya sistemində olan institutdur ki, burada laboratoriya işlərinin tətbiqi daha çox sürətli keçir. Çünki institutun özünün qurğuları var və təcrübə zavodları var, təcrübə qurğuları var. Ən qısa yolla alınan, laboratorda alınan işləri praktiki əhəmiyyətini qiymətləndirməyə və onu həyata keçirməyə kömək edir. Təəssüf ki, amansız ölüm onu, yəni Yusif müəllimi çox tez, 56 yaşında apardı. Ancaq onun ideyaları reallaşaraq üzvü kimi elmin əsasında yaradılmış müxtəlif kəşflər əmələ gəldi və onun parlaq fəaliyyətinə həmişəki kimi alimlər və qədir bilən xalqımız böyük hörmət edərək Yusif Məmmədəliyevin işıqlı xatirəsini böyük ehtiramla anılır. Allah görkəmli alim Yusif Məmmədəliyevə rəhmət eləsin. Allah rəhmət eləsin. İndi isə biz tədbirin sonunda, yəni bizim son növbəmiz qalıb, bu da Əsəf Zeynalın Ölkəm romansıdır. Yəni bu ilə tamamlamaq istəyirik. Gənc yaşlarında yazdığı bəstəkarın, yəni bilirsiniz ki, Əsəf Zeynal'ı 23 yaşında olarkən dünyasını dəyişmişdi və bu romansın yenidən ifaçısı bizim Dilrubəyim Məmmədova və müşahidə edən Şəhla Uliyeva. Buyurun.
toplandı iştirakçıları düğünlərini masaya keçirdirdi. Və hesab edirəm ki, sizin hamınızın ürəyincə oldu. Mən bir daha gələn qonaqlara bir daha təşəkkürümü bildirmək istəyirəm rəhbərlik adından ki, bizim dəvətimizi qəbul edib bugünkü gündə, bugünkü xatirə belediyyənin gecəsində bizimlə bir yerdə oldular. İndi isə yəni bugünkü tədbirimiz sona çatdı. İndi isə çox xahiş edirəm hamınızı foto çəkmə mərasimindən keçərsiniz. Bu xatirə fotosu olacaq və çox xahiş edirəm hamınız yaxınlaşarsınız.